Bu gün Leyla ilə maraqlı bir mövzumuz var. Həm maraqlı, həm də mübahisəli bir mövzudur. Autizm spektr pozuntusu haqqında danışacağıq. Əslində kifayət qədər məlumat var da, sadəcə məlumatlar içərisində səhv məlumatlar kifayət qədər çox olduğu üçün dedik ki, biz də bu ilə bağlı tədqiqatlara baxaq, araşdırmalara baxaq və insanlara daha dəqiq məlumatlar ötürək. Təəssüflər olsun ki, valideynləri bu barədə çox ümidləndirirlər autizmin müalicəsi ilə bağlı və biz çalışdıq ki, ciddi bir araşdırma edək. Buyur Leyla. Lamiənin dediyi kimi, bugünkü mövzumuz, hətta bu mövzunu aprelin 2-sinə çatdırmaq istədik ki, aprelin 2-si bilirik ki, autizm üzrə fərqindəlik günüdür və biz də bu fərqindəliyi düzgün məlumatlar çatdıraraq, bunu da qeyd etmək istəyirəm ki, biz autizmlə işləmirik. Bizim burada məqsədimiz daha çox, çünki qarşımıza çox videolar çıxır, bir-birimizə göndəririk, müzakirə edirik, hətta çıxan videoları, belə deyək də, sonra özümüz də bir araşdırma edirikmi, nə qədər doğrudur. Çünki bir yerdən sonra və bir şey anlayırıq ki, bu bizim qarşımıza çıxdığı kimi digər insanların və əsas da valideynlərin qarşısına çıxır və biz bilirik ki, özəl uşaqların valideynləri daha çox həssasdırlar, hər bir şəkildə ümid axtarırlar. Məsələn, mən deyəcəm, məndən çox istəyirlər tanışlar falan, ümid yerləri və hər zaman soruşurlar ki, bax, dəqiq yaxşı olsun, yaxşı nəticə göstərsin, yaxşı mütəxəssisə yönəlt məni. Yəni, demək istədiyim odur ki, axtardıqları mütəxəssisləri, axtardıqları, belə deyək, psixoloq olsun, psixiatr olsun, istəyirlər ki, bir nəticə göstərsin və kimsə çıxıb deyəndə ki, ay, biz autizmi müalicə edirik, biz araşdırmışıq filan ölkədə, bu yaxınlarda qarşımıza çıxan... Bəli, göndərmişdim mən sənə. Bəli, Yaponiyada demək, ümumiyyətlə, inkişaf forması dəyişirmiş, 6 ayından sonra əgər görürlərsə ki, uşaqda autizm spektri var, onun inkişaf istiqamətini dəyişirlər və s. və bununla bağlı elə bir spektr qalmır uşaqda. Bu mənim diqqətimi çox çəkdi və bunu araşdırmaq istədim ki, həqiqətən Yaponiyada belə bir araşdırma varmı? Yaponiyanın özündə elə bir araşdırma yoxdur. Səninlə bir yerdə mən özüm də bu barədə araşdırma elədim və yoxladım ki, bəlkə Yaponiyada xüsusi bir yanaşma mı var bu ilə bağlı, tədqiqat mı aparılıb? Xüsusi bir yanaşma olmağına var. Xüsusi bir yanaşma var, bunun üçün özəl məktəblər var, çalışılır ki, diqqət edilsin, tez diaqnoz qoyulsun və daha erkən müdaxilə eləyərək onları daha yaxşı həyata adaptasiya eləsinlər. Bu ilə bağlı xüsusi bir Yaponiya yanaşması var. Amma qeyri-adi bir tədqiqat və yaxud iddia olunsun ki, biz bunu müalicə edirik, belə bir şey rastlamadım mən. Mən rastladım başqa bir ölkədə belə bir tədqiqat aparılıbdır. Hətta iki ölkə, belə deyək də, qurum birləşərək, ölkə olaraq Avstraliya ilə Böyük Britaniya birləşərək belə bir araşdırma aparırlar, tədqiqat aparırlar. 103 uşaqdan əgər səhv etmirəmsə, 9 aydan 14 aylıq uşaqları götürürlər ki, bu uşaqlarda autizm spektr diaqnozu qoyulmur, sadəcə simptomları görülür. Və o simptomları görülən uşaqları iki qrupa ayrılırlar. Bir qrupda olur kontrol uşaqlar, digər qrupda isə tədqiqat aparılan. Tədqiqat hansı bir şəkildə aparılır? Həmin uşaqlarla terapiya keçirilir və eyni zamanda valideynlərlə işlənilir. Valideynlərə uşaqla hansı şəkildə davranacaqlarını, necə oynayacaqlarını və s. istiqamətini verirlər. Hətta bunlar video görüntülərə yazılırlar, sonra müzakirə olunur və s. Və nəticə olaraq belə bir şey ortaya çıxır ki, kontrol qrupda deməli 20% uşaqda daha sonra diaqnoz olaraq tam təsdiqlənir ki, bunlarda spektr yəni var. Deməli, tədqiqat olunan, işlənilən uşaqlarda isə 7%. Yəni, bu yenə də o demək deyil ki, bizim bunu araşdırmaq əslində səbəblərimiz nələrdir ki, biz baxaq görə həqiqətənmi belədir ki, daha öncə erkən belə deyək, terapiya aparılanda müalicə olundu
Yox, çünki orada da qeyd olunur ki, o uşaqlara bu diaqnoz qoyulmayıbdı ki, biz bilirik ki, bu yaşlarda diaqnoz qoyulmur. Diaqnoz daha gec yaşlarda, bəzi ölkələrdə 3 yaşda, bəzi ölkələrdə 4 yaşda, hətta əgər səhv etmirəmsə, Rusiyada 5 yaşda belə bu diaqnoz. Ölkələrdəki dəyişir yaşa görə. Bəzən dəyişir. 5 yaşda məsələn diaqnoz olaraq qoyulur, amma yəni simptomlar görünür və bu simptomlarla işləniləndə alınan nəticələr. Amma bir də belə bir şey var da, indi bu uşaqlar 3 yaşına qədər bu tədqiqat aparılıbdı. Uşaqların 3 yaşı olanda son nəticəyə gəlinibdi. Daha sonra bu proses necə olacaq, bu bilinmir. Hələ ki bunun yəni bir açıqlaması yoxdur. Sənin dediyin kimi Yaponiyada xüsusi bir yanaşma var və ümumiyyətlə erkən müdaxilə hər bir şeydə belədir. Biz bütün xəstəliklərdə belə nə deyirik? Nə qədər erkən müdaxilə olunsa, o qədər yaxşı və daha çox nəticə görə bilərik. Amma bu o demək demir ki, biz tamamilə aradan qaldıra biləcəyik, tamamilə dəyişəcəyik. Çünki biz səninlə belə də araşdırdıq ki, hətta indi istəyirəm sən də ona daha ətraflı toxunasan. Məsələn, autizmin simptomlarının tamamilə itməsi ilə bağlı bir məqalə var idi. Monitor of Psychology jurnalında 2019-cu ildə nəşr olunub bu məqalə. Çox maraqlı bir məqalə idi. Biz bugün onu tərcümə elədik və tamamilə bura gəlməmişdən qabaq oxuduq. Özümüz də təəccübləndik bununla bağlı ki, autizm spektr pozuntusu olan uşaqlarda bir müddətdən sonra simptomlar yoxa çıxa bilərmiş. Bununla bağlı müəyyən təcribələr də keçirilib. Autizm spektr pozuntusu simptomlarının yoxa çıxan uşaqlar, autizmi simptomlarını daşıyan yüksək şəkildə uşaqlar, bir də ki, normal beyin aktivliyi çalışan uşaqlar arasında təcrübə aparılıb və görülüb ki, əslində onlarda həmin o pozuntunun simptomlarının yoxa çıxmasına baxmayaraq beyin aktivlikləri tamamilə başqa şəkildə işləyir. Yəni beyin aktivlikləri bir cəhətdən o yüksək olan spektr pozuntusu ilə eyni şəkildə çalışır. Bir tərəfdən də yoxa çıxmasına baxmayaraq sanki başqa formada özünü kompensasiya etməyə başlayıb. Yəni məsəl üçün dil öyrənmə bacarıqları ilə bağlı beynin başqa bir hissəsi aktivliyi göstərib yəni. Yəni bu o demək deyil ki, tamamilə autizm spektr pozuntusu aradan qalxa bilər. Bu təbii ki, çox insanlar üçün ümid idi belə bir məqaləni görmək. Biz də çox təəccübləndik həmin məqaləni oxuyanda. Adını belə oxuyanda artıq bir ümid gəldi. Əslində bu çox hallarda deyil, nadir hallarda görülən bir məsələdir. O demək deyil ki, yayğınlığı çox genişdir və əgər uşağımızda hal-hazırda autizm spektr pozuntusu varsa və bir müddətdən sonra öz başına yoxa çıxacaq, yox. Təbii ki, bu ilə bağlı terapiya var, metodikalar var, uyğulanmalar, valideynlərlə iş prosesi var. Bunlar hamısı olduğu halda o simptomlar yoxa çıxır, amma o demək deyil ki, tamamilə aradan qalxır. Yəni spektr biz nə deyirik? Biz deyirik ki, DSM-də müəyyən simptomlar var. O deyək ki, 9-undan 7-si, 5-i və yaxud bir insanda olmalıdır ki, biz həmin insana bu deyək ki, bu diaqnozu. O diaqnozu bu arada psixoloqlar deyil də, psixiatrlar qoyurlar. Bunu hər dəfə qeyd edirik. Və o simptomların aralarında müəyyən bir hissəsi, bir neçəsi yoxa çıxa bilər. Yəni o autizm spektr pozuntusu adı qalxsa da, o demək deyil ki, bütün simptomlar aradan qalxır. Yaxşı yerə toxundun. Bu diaqnozla bağlı mən əlavə bir başqa cür də araşdırma etdim. Pediatrlarla araşdırma etdim ki, ümumiyyətlə bu proses necə olur? Biz indi erkən diaqnoz qoymaqdan danışırıq, amma gəl açıq danışaq ki, bütün valideynlər bunu müşahidə edə bilmir. Belə deyək, hər valideyn uşaq inkişafı ilə bağlı məlumatlı deyil, təcrübəli deyil. Xüsusən də Azərbaycanda və belə bir şeylərlə qarşılaşmadan öncə biz burada pediatrların da rolu çox böyükdür. Nəyə görə? Bunu da vurğulamaq istəyirəm ki, uşaqlar 1 yaşına qədər hər ay kontrol müayinədən keçməlidir. Bu, yəni mütləqdir.
1 yaşdan sonra məsələn həkimlər deyir ki, 6 aydan bir, nə bilim 3 aydan bir Bunun üçün gətirə inkişaf bilərsiniz. testləri var da, uşağın yaşına görə inkişaf testləri var. Test Səhv eləmirəmsə, DMR testi ilə deyə bilərik bunu. O testlər də var, amma yəni əgər hər şey qaydasındadır, zaten pediatr kifayət edir və nevroloq da var orada təbii ki. Pediatr hər ay müşahidə edir. Müşahidə etdiyi zaman uşağın fizioloji olsun, baxır inkişafına, baxır psixomotor inkişafına, göz kontaktına və s. Və əgər burada bir deyək ki, hardasa çətinlik görürsə, ləngimə görürsə, artıq onda ya nevroloqa yönəldə bilər ki, nevroloq da bir baxsın və burada diaqnoz şübhələnirsə, artıq psixiatra yönəldir. Yəni bir erkən diaqnozun qoyulmasının əsas əhəmiyyəti pediatrdır. Əgər siz pediatrınızdan əmin deyilsinizsə, çünki mən sənə bayaq başqa bir şey də demişdim ki, bəzən bizdə hər bir fərqli uşağı autizm adlandırmağı çox sevirlər. Bəli. Və bunu cəmiyyətdə etsələr anlayaram ki, bilmir insan. Amma bunu artıq həkim mütəxəssis eləyəndə. Bəli, mütəxəssis, mən sırf tək psixoloqu demirəm. Dırnaq arasında mütəxəssis. Bu arada pediatr, nə bilim, həkim, ümumiyyətlə fərqi yoxdur, hər hansısa bir həkim edəndə bu artıq mənə görə peşəkarlıqdan tamamilə kənar dayanır. Çünki həkim bəli psixoloq deyil, psixiatr deyil, amma biz çox gözəl bilirik ki, bunların hamısı tədris olunur və əgər uşaqla işləyirsə, ümumiyyətlə insanla işləyirsə, bunların ən azından fərqini bilməlidir. Primitiv fərqi olsa belə bilməlidir ki, məsələn, bu xüsusiyyətlər var. Artıq burada başqa bir şeylər varsa, mən elə hər mənim gözümə fərqli dəyən və yaxud da fərqli davranış sərgiləyən hər kəsə eyni şey deyə bilmərəm. Diaqnozu qoya bilmərəm. Ümumiyyətlə diaqnoz qoya bilmərəm ki, yadındadır, biz danışdıq səninlə bu uşaq kiçik aylardan hətta etibarən, deyək ki, 6 aylıq, 7 aylıqdan etibarən ana götürür telefonu oyalansın deyə əlinə verir. Ona da gələcəm indi. O çünki çox önəmlidir. Çox sağ ol. Orasını unutmuşdum. Demək istədiyim, deməli, burada proses necədir? Bir, valideyn müşahidə edir mütləq şəkildə. Dediyim kimi, biz indi valideynləri də günahlandıra bilmərik ki, bilmirsən, bilmir insan. Yəni, normal bir haldır valideynin bilməməsi. O da təbii ki, bilməməsindən əlavə burada başqa bir şey də var. Müdafiə mexanizması ola bilər ki, valideyn bunu görə bilər də, amma özündən itələyir. İstəmir, uşağında bunu görmək istəmir, qəbul etmək istəmir. Bu da normaldır. Bunu da yəni heç bir şey deyə bilmərik. Çünki valideyndir, təbii olaraq istəmir bunu. Amma bir şey də var ki, nə qədər tez, nə qədər erkən müdaxilə olunarsa, nəticə o qədər yaxşı olar. Və təbii ki, burada hansı mütəxəssislə işləyirsinizsə, o mütəxəssisin mütləq şəkildə təhsilinə, bacarıqlarına, danışıq tərzinə, yəni bütün hər bir şeyi nəzərə alıb və mütəxəssis sizə valideyn olaraq nə tövsiyələr verir? Siz övladınızdan evdə nə etməlisiniz? Nənəmiz kimi tövsiyələr versə uzaqlayalım. O heç. Şey olaraq deyirəm, valideynə də tapşırıq verilməlidir mütləq şəkildə. Çünki bilirik ki, burada valideynlə də bir qarşılıqlı şəkildə işləmək lazımdır. Hansı ki, o qəbul etməyən valideynlər özləri də bu barədə dəstək almalıdırlar. Yəni, həm valideynlə işləməlidir, həm uşaqla işləməlidir. Valideyn olaraq işləməlidir, insan olaraq ki, bu prosesə belə deyə öyrəşsin, valideyn qəbul özü etsin. Mütəxəssislə, valideyn özü uşaqla, yəni işləməlidir burada. Üzərinə biraz yük düşür. Bayağı yük düşür əslində. Və burada əslində bizim də cəmiyyət olaraq bizim də üzərimizə yük düşür. Bu baxımdan ki, biz də dəstək olmalıyıq. Biz şəxsi fikirlərimizi bir kənara qoymalıyıq. Müdaxilələrimizi kənara qoymalıyıq. Baxmayaraq ki, məsələn, mən bu işdəyəm, amma heç bir zaman özümdə onu haqq bilmirəm ki, kiməsə yaxınlaşım, nəsə məsləhətmi? Olmaz, eləyə bilmərik bunu. Amma kimsə gəlib, bu son aralarda çox insan, çox tanışlarım soruşubdur
ki, bəs məsələn mənim uşağımda bu simptomlar var, kimə müraciət edim? Psixiatra. Eyni şəkildə hər zaman eyni insanların, yəni eyni mütəxəssislərin adını çəkirim, psixiatra. Bəs filan kəs var, tamam, kimdir o filan kəs? Filan reabilitasiya mərkəzinin məsələn rəhbəridir. Peşə olaraq kimdir? Ola bilər reabilitasiya mərkəzinin rəhbəridir. Bəlkə loqopeddir, yəni. Loqoped ola bilər, nə bilim, defektoloq ola bilər. Psixiatr deyil. Yəni, bəli. Əsas budur, psixiatr deyil. Diaqnozu bunu bir mənalı olaraq qəbul etmək lazımdır ki, diaqnozu psixiatr qoyur. Psixoloq qoymur. Bu yaxınlarda bir tanışım dedi ki, bəs pediatr ümumiyyətlə onlara hiperaktivlik diaqnozu qoyub və psixoloqa yönəldib, hətta həftədə neçə dəfə getməlidir. Onu belə məsləhət görübdür ki, bu pediatrın... Autizm spektr pozuntusunu? Yox, hiperaktivlik. Ümum ayrıca bir... Hiperaktivlik, sizin övladınızda hiperaktivlik var. Onu həftədə 2 dəfə, 3 dəfə nəsə də psixoloqa aparmalısınız. Niyə? Sən axı pediatrsan. Sən əgər nəyisə müşahidə edirsənsə, sən psixiatra yönəltməlisən. Artıq orada psixiatr deməlidir ki, bu uşaqda diaqnoz mu var? Bu uşaqdakı aktivlik normal aktivlikdir. Sən hiperaktivlik dedikdə nəyi nəzərdə tutursan? Çünki biz hiperaktivlik də indi deyəndə hiperaktivlik uşaq qaçır, tullanır, oynayır və s. adını qoyuruq. Hiperaktivdir. Hətta bir çoxu deyir ki, bizə dərman yazın, biz çox hiperaktivik. Niyə? Çünki uşaq normal inkişafını göstərir, yəni uşaq olur. Yəni ona görə belə deyim, reabilitasiyanı, yəni korreksiyanı təbii ki, psixiatr yönəldir. Deyir ki, məsələn, bu şeyləri edin. Yönəldir, artıq yönəltdiyi yerə gedirsiniz, nə bilim, yönəltdiyi insanlarla işləyirsiniz və yenə də nəticəyə baxmalısınız, işləməyə baxmalısınız. Bu sizi qane edirmi? Siz bir dəyişiklik görürsünüzmü? Ki, bu uzun bir prosesdir bu arada, yəni belə bir şey yoxdur ki... Gedib bir-iki görüşməklə həll olacaq bir şey deyil, möcüzə gözləməsinlər. Heç bir şəkildə, bunu demək həqiqətən ağırdır. Amma burada biz belə tez bir zamanda möcüzə gözləmirik. Burada davamlı şəkildə, sistematik şəkildə işlənilməlidir. İşlənilməlidir ki, bir nəticə əldə olunsun və yenə də dönə-dönə təkrarlayacağım ki, nə qədər tez işlənilməyə başlasa, o qədər çox nəticə olunacaq. Mən əvvəldə deyəcəyimiz şey, indi də demiş olacağam, bu pozuntu neyrobioloji, genetik bir pozuntudur. Yəni, psixoloji deyil. Ona görə iddia eləyənlər ki, biz bunu müalicə eləyirik, bunu nəzərə alın. Yəni, neyrobioloji və genetik köklü bir problemdir. Ona görə də bu çox asan bir həll yolu tapmayacaqsınız siz orada. İndi bizim dediyimiz o məqaləyə istinadən orada düşünə bilərsiniz belə bir şeyin olması ki, bəlkə zamanla aradan qalxar. Bu da dediyimiz kimi nadir hallarda görülən bir şeydir. Tək durduğu yerə də olmur. Çünki burada həmin o terapiya növləri istifadə edilir. Fərqli terapiya növləri istifadə olunur. Burada early start Denver metodikasıdır, ABA metodikasıdır. İndi dəyişir, indi kimlər hansından istifadə eləyir. Və üstəlik, üzr istəyirəm sözünü kəsdirəm, biz hətta bunu da vurğuladıq ki, baxmayaraq ki, yəni bu insanlar kifayət qədər elmlə məşğul olan insanlardılar, bu araşdırmalar, tədqiqatları edən insanlardılar belə. Onlar belə iddia etmirlər ki, tamamilə itir. Onu belə iddia etmirlər, çünki deyirlər ki, ola bilsin ki, vizual olaraq, görünüş olaraq simptomlar itir, amma daxildə nə dərəcədə itir, bu bəlli deyil. Biz bunu beyin aktivliyi ilə gördük ki, yəni beyin aktivliyi olduğu kimi fərqlilik qalır. Və üstəlik daha dərindən baxsaq, yenə də fərqlilik qalır. O iddiaları etmirlər, səbəblərini %100 açıqlaya bilmirlər. Bunu da deyim mən, 5 illik bir qrup yaradılıb, yəqin ki, nəticələri sonlanmış olar. Bunu ilə bağlı... Əgər olsa, məncə videonun altına elə araşdırıb paylaşa bilərik. 5 illik bir qrup yaradılıb, bu 5 illik qrupda
həmin o bizim dediyimiz yoxa çıxması simptomların bağlı bir araşdırma edilir, uzun tədqiqat, uzun illik bir tədqiqat qrupudur bu. Həmin insanlar müşahidə altına alınacaq. Bunu yenə 3 qrup şəklində eləyəcəklər və o müşahidələrin nəticəsində bunun necə baş verdiyi ilə bağlı, çünki onlar da hələ tam olaraq bir açıqlama verməyiblər. Belə bir şeyin olduğunu tapıblar. Amma bunun üçün gərək ciddi şəkildə tədqiqatlar aparılsın. Yəni biz bunu burada deyirik, bu yanlış anlaşılmasın deyə bunu deyirəm ki, 5 illik bir tədqiqat qrupu var, 5 illik hələ ki təcrübə aparılacaq və təcrübə də yəqin ki yekunlaşıb ya 2024 ya da 2025 bu il üçün yekunlaşmalıdır. Biz onun nəticələrini baxıb bir araşdırarıq sizin üçün, tapsaq mütləq paylaşacağıq ki, necə bu baş verir, yəni aradan qalxması ilə. Bir də ki, bunda deyək, yadındadırsa bunu da danışdıq ki, zəka geriliyi ilə də səhv salına bilir bəzən autizm spektr pozuntusu. Bir də ki, onun yanında inkişaf edən digər problemlər də olur. Diqqət əskikliyi, hiperaktivite pozuntusunda gördük biz, təşvişi də gördük biz. Yəni bu hallar da onun yanı komorbid şəkildə inkişaf edə bilər. Bunu da nəzərə alsın. Yəni həm mütəxəssislər, həm valideynlər. Mən bəlkə mövzuya qayıtmaq istəyirəm. Bu gadjetlərlə bağlı. Deməli, indi biz nəyə görə deyirik ki, uşaq məsələn adını çağırırsan, cavab vermir də. Aha, biz buna spektr adı qoyaq, amma belə bir şey də var. Bu uşaq pedaqoji olaraq bununla nə qədər məşğul olurlar bu uşaqla? Və yaxud da bu uşaq televizorun qarşısında deyək ki, və yaxud da telefonun qarşısında fərqi yoxdur da, yəni baxır nələrəsə. Nə dərəcədə, nə qədər daha doğrusu vaxt keçirir? Neçə yaşı var bu uşağın? Çünki biz bilirik ki, müəyyən yaşlara qədər nə qədər az və ümumiyyətlə 1 yaşa qədər, ən azından 1 yaşa qədər, yəni saxlaya bilsəz, böyük bir şeydir. Bu arada bunu da əlavə edəcəm, özümdən əlavə edəcəm ki, həqiqətən düzdür, belə baxsaq can rahatlığıdır. Hə, qoydun, uşaq baxdı televizora, sən işini gördün, rahatsan və yaxud da nə bilim çayını içdin və s. Amma bir digər tərəfi də var ki, bunun uşağın inkişafında çox-çox ləngimə yarada bilir. Son illər baxsaq biz nitqlə bağlı böyük problemləri yaşayırıq və bütün valideynlər təşviş şəklində ki, niyə? Televizor uşağın nitqinə çox böyük təsiri var, mənfi təsiri var. Əvvəl televizor idi, indi YouTube açıb verirlər. İndi YouTube açıb verirlər, hə, uşaq belə eləyir və bir də dil olaraq bunu müdaxilə edəcəm burada. Bir də dil olaraq indi uşaqlar daha erkən şəkildə dil öyrənsinlər deyə heç ana dilini öyrənmədən ya rus dili açırlar verirlər əllərinə, ya da ki ingilis dili açıb verirlər. Belə olan halda da uşaq da fərqli sözlərdən istifadə edir. Bəzən həqiqətən də dilin ləngiməsinə də gətirib çıxara bilir bu hal. Çünki onu hər uşaq da biri var ki, evdə işlənilir o dil. Deyək ki, uşaq 2 dil eşidir evdə və daim şəkildə işlənilir. Bir də var ki, işlənilmir, amma yəni məcbur şəkildə sən ona baxırsan və baxdıqları şeylər o qədər qorxuncdur ki, mən hal-hazırda aqressiyadan belə danışmıram. Nəyə əsasən deyirsən bunu? Qorxunc. Uşaqlara təsirindən deyirəm, deyəcəm, rənglər çox belə qırmızı, nə bilim, yaşıl, fərqi yoxdur. Yəni rənglər o qədər risk gedir ki, və uşaqların sinir sisteminə bu yaşda 1 yaşa qədər və 1 yaşdan sonra da çox zərər vurur bu. Zədələyir yəni. Zədələyir. Mən göz məsələsini qoymuşam bir kənara. Hələ göz oynamağı kifayət qədər uşaqdır, qorxudulmuşuq. Onu qoymuşam bir kənara ki, məsələn, mən özüm göz həkiminə gedəndə, özü də, məsələn, mənim göz həkimim dedi ki, nə bayda uşaqları televizorda, telefonda çalışın, maksimal dərəcədə uzaq dursunlar, əsasında telefondan. Deyir, siz buna dırnaq arası yanaşırsınız, amma yəni bu dəqiqə bununla bağlı çox problemlər yaşanır. Tamam, onu qoydum bir kənara. O gözlə görünən bir şeydir də, deyək ki. Bir də gözlə görünməyən hissəsi var bunun. Ki biz sabah uşaq çox histerik bir şəkildə ağlayanda biz anlaya bilmirik. Niyə bu uşaq birdən-birə belə oldu, niyə yuxusu pozulubdu, niyə yeməyi pozulubdu və s. Ki bir uşaq ancaq telefonla yemək yeyir.
biz şeydən kənar çıxdıq. Kənar çıxmamızın əslində səbəbi nədir? Bu tip böyüyən uşaqların simptomatika, səhv salınır. Autizm spektr pozuntusu ilə bizim toxunmaq istədiyimiz məsələ o idi. Budur. Çünki eyni davranışları əslində sərgiləyirlər. Bir müddət eyni davranışları sərgiləyirlər, amma o uşaqlarla işlənildiyi halda və o uşaqlar əgər həqiqi mənada diaqnoz yoxdursa, sadəcə artıq bu davranış formasıdırsa, işlənildiyi halda televizordur, nə bilim telefonlardır azaldığı halda artıq onlarda görünür ki, simptomlar yoxdur. Bu da ola bilər ki, araşdırmalarda indi biz bilmirik də bu hissələr toxunulub, toxunulmayıb ki, bu məsələlər də ola bilər. Səhv salındığı deyilir. Dediyim kimi, zəka geriliyi ilə səhv salınması ilə bağlı deyilir. Bir də ki, diqqət əskilliyi, hiperaktivite pozuntusu da olduğu üçün bəzən birinə diaqnoz qoyurlar, birinə diaqnoz qoymurlar. Yəni, bir diaqnozla qalır, digəri göz ardı edilir. Nəzərdə tutduğum buydu. Belə. Demək istədiyimiz, yenə də eyni yerə toxunacaq ki, hətta mən xahiş belə edəcəm ki, bu tip mövzulara toxunmamışdan öncə yaxşı-yaxşı araşdırılıb, o valideynləri, o insanları nəzərə alsınlar. Yəni, mən daha çox pul qazanacam deyib insanların ümidləri ilə, əsasında valideynlərin ümidləri ilə oynamasınlar. Çünki bu valideyn həqiqi mənada bir ümidlə gəlir ora ki, gələcəm, mənim uşağım sağalacaq və s. Bəlkə də hal-hazırda yaxşı bir mütəxəssisin yanındadır. Onun yanından çıxarıb gətirir ki, mənim uşağım sağalacaq və nəticədə eyni bir nəticə ilə qalır və yaxud da bilməm, bəlkə nəsə seyirli çubuğu ilə nələrsə edirlər ki, bir müddətli bir davranış sərgiləyir ki, valideyn sevinə bilər. Amma yəni elə bir şey yoxdur. Müalicə edirəm, sağaldıram, 100% nəticə göstərirəm deyə bir ümumiyyətlə müalicə sözünün burada istifadə edilməsi belə yanlışdır. Çünki müalicədən söhbət getmir, sadəcə adaptasiyadan söhbət gedir. Mühiti, valideyni, bunun qəbullanması, həmin uşaqların həmin mühitə uyğunlaşması, o simptomların biraz azaldılması, yəni tamamilə aradan qaldırılma deyilən bir hal yoxdur. Yəni önəmlisi budur. Bunu ilk öncə anlasınlar və inanmasınlar. Yekunlaşdıraq məncə, kifayət qədər bu ilə bağlı danışdıq. Əvvəldə dediyimiz kimi nə Leyla, nə də mən həssas qrup uşaqlarla çalışmırıq. Bu nəzərə alınsın və biz bunun üçün sadəcə araşdırma eləmişik. İstədik ki, bu araşdırdığımız, əldə etdiyimiz məlumatları sizə ötürək. Çünki hər yerdə rastlayacağımız məlumatlar deyil. Əlavə suallarınız olduğu halda da yaza bilərsiniz. Həmin məqalələri sizə göndərə bilərik, oxuya bilərsiniz. Belə, deyəcəyimiz məncə başqa bir şey qalmadı. Varsa sənin buyur. Yox, mənim də deyəcəyim bir şey qalmadı. Özünüzə yaxşı baxın. Bəli, özünüzə yaxşı baxın. Sağ olun.